İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarına məruz qalmış günahsız insanların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır bu memorial kompleks və burada kadrlardan da görürsünüz, həmin günlər daha doğrusu göstərilir. Bilirsiniz ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-sində Ermənistanın müxtəlif raket hücumlarına məruz qaldı və təbii ki, həmin günlərdə bizim xeyli itkilərimiz də oldu. Uşaqlar olmaqla, böyüklər və istərdim onları sizə bir qədər də xatırlatmaydım. Məhz amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26-sı mülki şəxs həyatını itirdi və 142 dinc sakin yaralandı. Və memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə inşa olunub və təxminən 4 hektar ərazini əhatə edir və təbii ki, öz orijinal üslubu ilə də seçilir. Çünki burada çöl tərəfdən baxsaz, məhz spiralvari şəkildə inşa edilib və həmin zaman raketin yerdə buraxdığı iz krateri simvolizə edir. Kompleksin açıq meydanından izləyəndə bəli, krateri xatırladır. Və ümumilikdə qeyd edim ki, Aypara formalı 2 mərtəbəli binanın ümumi sahəsi 2400 kvadrat metrdir. Burada müxtəlif Azərbaycanın tarixi dövrlərinə aid installyasiyalar mövcuddur və bir vaxtlar dağıntıların və göz yaşların şahid olan bu ərazi bugün tariximizin canlı yaddaşıdır demək olar və bura Gəncə şəhərinə gələn müxtəlif turistlər ilə yerli sakinlər də bura gələrək həmin günləri yenidən xatırlayır və tarixi yenidən vərəqləyərək həmin günlərə qayıdırlar. Çünki keçmişimizi unutmamalıyıq ki, gələcəyimiz də gözəl olsun.